Herkese Avstraliyadan salam dostlar. Deməli bugün Banski adlı küçə sənətçisinin sərgisindən gedəcəm. Çox maraqlı bir sərgidir. Sərginin adı Limitsiz Sənət adlanır. Çünki burada 300-dən çox qeyri-adi və çox müxtəlif sənət əsərləri var. İstərdim ki, onları sizinlə paylaşım. Bir də hal-hazırda şəhərin düz mərkəzindəyəm. Burada Brisbane'in Targovski kimi bir yerdir. Gördüğünüz kimi bir çox restoranlar, mağazalar və shopping malllar var. Və bu hissədə gördüğünüz kimi qəşəng binalar var. Dostlar, deməli gəldik sərgiyə. Bura girişdir. Gələk baxaq, görək nələr var. Amma burada grafiti şəkillər çəkmək olur. Maraqlı. Burada özümüz çəkə bilərik fərmanıyız. Deməli bura premium areyaymış. Bura əlavə pul istəyirlər. Gəlib belə şəkillər çəkmək üçün. Nəysə biz davam eləyək, sərgiyə baxaq. Deməli girişdə bu sənətçinin tarixi haqqındadır. Hansı tarixdə hansı işləri sərgiləyib, fərqli işlərdir gördüyünüz kimi. 1999-dan başlayaraq hər il fərqli layihələr təqdim edib və hal-hazırda demək olar ki, bu layihələrin bir çoxunu biz burada görəcəyik. The Wallet of Hotels. Bu nəsə otel layihəsidir. Məncə bu şəklin mənası, yəni müharibə eləməyin, bomba atmayın, kül atın bir-birinizə. Bu da çox maraqlı bir şəkildir. Burada da çox qəşəng rəsm əsəri var. Yəni türmədə olanlar həyatın gözəlliklərini görə bilmirlər. Məncə bu şəklin mənası da odur. Dostlar, biz deməli bura baxdıq, qəşəng şəkillər çəkdirdik. Bir keçək, görək növbəti nələr var. Deməli orada gördüyümüz şəklin kiçik, böyük forması var. Burada belə maraqlı meymunlar var. Bu şəkil doğrudan çox maraqlıdır. Nədir? $1 içində maraqlı bir şəkil çəkiblər. Bu da çox qəşəng. Burada da yenə həmin əsər var. Və digər maraqlı əl işlərdir. Çox maraqlı effekti var bu şəklin. Dostlar, deməli burada da belə bir maraqlı əsər var. Bunu oxudum bunun haqqında. Bu deməli, yəni kasıblar necə həyatın görünməyidir. Yəni bu evi ki, ağ günə çıxa bilmirlər. Hər zaman belə qara işlərdədirlər və burada məsələn bizi belə süpürüb yəni kərpicin arxasına atır.
Yəni belə bir maraqlı bir iş ortaya çıxarılıb, həqiqətən qəşəng görsənir. Dostlar, deməli davam edirik. Burada belə bir heykəl var. Kardinal Sin'in heykəlidir və üzündə belə kafellər var. Buranı oxudum, deməli bu uşaq istismarına qarşı olmuş bir şeydir. Bilmirəm, yəni sənətçi nəyəsə görə bunun üzündə belə kafel əks elətdirib, yəni üzü görsənmir. Daha sonra burada belə bir qapı var və həbsxanadan qaçmaq istəyən kimsə qapını açmaq istəyir. Bu maraqlıdır. Burada da belə maraqlı bir əsər var. Maraqlıdır. Və bu tərəfdə isə bizim uşaqlıq çizgi filmi olan Tweety-nin heykəlidir, tükü tökülmüş şəkildə. Mən biraz əvvəl bunu oxudum. Burada deməli heyvanların istismarına qarşı olmuş bir şeydir. Yəni bu multfilmdə belə quş həmişə qəfəsdə olur və bu heykəldə onu göstərir ki, yəni illər sonra artıq tükünü töküb, qocalıb, yaşlanıb, bu şəkildə qalıb. Ona görə belə bir maraqlı heykəl düzəldib. Deməli, bu hissədə belə bir əsər var. Mən bunu görəndə son günlərdə bu Epstein mövzusu ağlıma gəldi, hansı ki uşaqlara zülm verilib. Və mən burada əsərin açıqlamasını oxudum. Bu əsər 2004-cü ilə aiddir və bunun mənası Vyetnamda olan müharibədə, yəni Amerika tərəfindən olan müharibədə uşaqların yandırılması, öldürülməsindən bəhs eləyir və orada yanan bir qızdır. Solda və sağda olan fiqurlar da Mickey Mouse və McDonald's. Bunlar da Amerikanın ən güclü, yəni kapitalizm şeylərindən biridir. Yəni uşaqları əyləndirmək üçün, aldatmaq üçün. Və bu da onu göstərir ki, yəni kapitalizm əlində uşaqlar məhv olur. Yəni belə bir şey, maraqlı bir əsər yaradıb. Həqiqətən çox qəşəngdir. Çox xoşuma gəldi. Sonra bu hissədə isə belə bir maraqlı əsər var. Burada hər birinin əslində açıqlaması yazılıb. Doğrudan da otursan, baxırsan, oxuyursan bunları, çox maraqlıdır. Hər bir əsərin öz dərinlikləri var. Məsələn, gördüyünüz kimi burada belə bir heykəl var. Ağzında isə yəqin onun sahibinin paltarıdır və ağzı qanlı. Ola bilsin ki, bu sahibini yeyib. İndi bunu oxuyacağım. Dostlar, deməli oxudum. Bu nə mənaya gəlir? Yəni şir nə qədər də kral kimi olsa, meşələrin şahı olsa, yəni onu hər hansı bir insan əhliləşdirə bilir və bu da belə heykəl yaradıb ki, yəni heyvanlara qarşı belə bir şeylər eləməyək. Yəni gördüyünüz kimi elə təsvir olunub ki, o sahibini yeyib. Ona görə belə bir maraqlı heykəl düzəldib. Bu hissədə belə bir maraqlı əsər var. I want to be what you saw in me. Mən istəyirəm ki, sən məndə nə görsən. Maraqlıdır. Burada sonra belə qeyri-adi şəkillər var. Burada da çox maraqlı şəkillər var. Sale today. Endirim bugün bitir yazılıb və insanların azgözlüyünü göstərir şəkildə. Burada isə bir maraqlı otaq düzəldiblər deyəsən.
uşaq otardı və Looney Tunes'dakı dovşandı. Çox maraqlı şəkillər var otağın içində. Burada da bir yazı var. A lot of mothers will do anything for their children except let them be themselves. Deyir ki, bir çox analar, yəni öz uşaqları üçün hər şey eləyir, yəni amma özlərindən başqa. Yəni hər halda bu, yəni uşağı üçün hər şey etmiş bir ananın evidir, yəni nəsə maraqlı bir işdir. Davam eləyək. Şöyle başqa nələr var. Burada böyle bir sistem var. Burada böyle bir maraqlı maşın var. Aa, içində heyvanlar. Mənə baxır. Başlarını çevirirlər. Nə maraqlıdır bu. Qoyunlar, qızlar, toyuqlar. Bunlar deyəsən, bu da heyvanların istismarına aiddir. İndi bunun haqqında oxuyum. Farm fresh meat. 100% bu heyvanların istismarına aid olan bir şəkildir. Bəli, elə dediyim kimi bu heyvanların istismarına aiddir. Bu sənətçinin əsərləri New York'da sərgilənib. Və deyir ki, orada belə bir şey var ki, heyvanları maşında aparırlar və donuzlar, toyuqlar, qoyunlar və həmin o şeydən əsinlənərək belə bir şey düzəldir. Daha sonra burada da belə bir şey var. Bu da deməli New York'da bir restoran, kafe, toyuq qoyub və cücələr və qarşısında da nuggetlər satırmış. Yəni insanlar da alıb onu yeyirmiş və sənətçi də bunu görüb həqiqətən çox təsirlənib və ona görə belə bir şey düzəldib. O cücələri də nugget formasında eləyib və soslar eləyib. Deyir çünki mən gördüm ki, insanlar yəni, soslara batırıb yeyirdi və canlı toyuq və cücələr qoyub arxada. Yəni bunun gözü önündə, yəni çox təsirli bir şey həqiqətən. Ona görə belə bir şey, belə bir mesaj verir. Deməli, buradakı bu əsər New York'da sərgilənib bu şəkildə. Və yəni heyvanların necə əzab əziyyət çəkdiyini göstərir. Gördüyünüz kimi. Belə bir maraqlı şəkil var. Köhnə insanlar bunu görüb qorxurlar, market səbətini. Burada da belə köhnə insanlar fast food yeyirlər. Burada da maraqlı səhnə düzəldiblər. Davam eləyək. Burada yenə siçanların fərqli əsərləri var. Çox maraqlı şəkildə.
belə bir maraqlı əsər var. Meymun heyvanları qaranlıqdan çıxardır, yəni qapını açır. O bizim bu tutulub zooparkda falan saxlanılan heyvanları istismar eləmək üçün çəkilən bir şəkildir. Bu da maraqlıdır, dağ keçisidir. Burada da belə fillər var. Dostlar, bu hissədə çox maraqlı şəkillər var. Bu da hər hansı bir müharibəyə aiddir, yəni ki. Burada da belə maraqlı şəkillər var. Bu heykəl, məşhur heykəl. Çox qəşəngdir. Burada çox maraqlı şeylər, şəkillər var. Burada da belə maraqlı əsər var. Nobel Games. Yəni daha artıq top oyunları yoxdur. Bunlar böyle çok maraqlı bir şey var. Həqiqətən çox qəşəng əsərlər var. Buralar da çox gözəl. Bu hissədə də belə bir maraqlı əsər var. Britaniyada, Londonda olan telefonlardandır. Betonun içine girir. Çok maraqlıdır. Ve burada Britaniyaya ait olan maraqlı əsərlər var. Tamam, eləyək görək başqa nələr var. Burada belə bir heykəl var. Ayıb da, bu nə heykəldir qoyublar. Bu məşhur filmin şəklidir. Girişdə də görmüşdünüz bunu. Çox maraqlı şəkildir. Bu
Boys Climbing Heaven's Gate. Oğlanlar cənnət qapısından keçməyə çalışır. Maraqlı şəkildə. Deməli, bu hissəyə gəldik. Bu şəkil çox maraqlıdır. Köhnə əsərdir, amma içində yeni bir maşın var. Countryside Ride. Burada çox maraqlı bir əsər var. Atlar yıxılıb və bu da prinsesadır. Düşüb belə və insanlar hamı şəklini çəkir. Maraqlı bir əsərdir həqiqətən. Deməli, buraya yazılıb ki, people either love me or they hate me or they don't really care. İnsanlar məni sevirlər və yaxud nifrət edirlər ya da ki, veclərinə deyil. Daha belə maraqlı heykəli var, shopping eləyən. Və desən artıq sərginin sonlarına yaxınlaşırıq. Və burada sərgi haqqında olan məhsullar satılır. Öz kimi bodul, fincan, cap, bag. Həm bu saat da satılır. Bu saat həqiqi maraqlıdır. Qiymətləri görürüz kimi $36, 26, 16, 13. Oradan maraqlıdır. Buradan bir şey almaq olar, yadigar qalmaq üçün. Burada da onun kitabları satılır. Yəni ki, içində əsərləri var. Maraqlıdır. Dostlar, deməli sərgi artıq bitdi. Çox maraqlıydı. Ümid edirəm siz də bəyəndiniz. Artıq növbəti videolarda görüşərik. Videonu bəyənməyi və kanala abunə olmağı